Səhnədə onları müşahidə edən konsertmeysterimiz var. Mən onu səhnəyə dəvət etmək istəyirəm. Bizim bir çox mühüm tədbirlərdə o hər zaman konsertmeyster olaraq iştirak edir. Bu istər yerli tədbirlər olsun, istər beynəlxalq dərəcəli tədbirlər ki, ölkəmiz orada təmsil olunur. Respublikamızın əməkdar artisti konsertmeyster Nərgiz Əliyeva'nı gəlin alqışlayaq. Təbii ki, o bir alət dekor olaraq səhnədə deyil. Yusuf, bizim çox istedadlı dostumuz Yusuf Rüstəmovu dəvət edir. Gəlin alqışlayaq. Hoş gördük Yusuf. Buyur, zəhmət olmasa, sən də öz müşahiyyətini bugün bizə təqdim edəcəksən. Beləcə, xanımlar və cənablar, çox xoş, çox belə pünhan bir axşamdır. Və inanın ki, mən bu qədər tədbirlər filan aparıram, amma bugün bu səhnədə sizlə olan ünsiyyət sanki belə hamımızın bərabər bir yerdə toplaşdığı çox doğma bir insanların bir araya gəldiyi bir axşamdır. Yəni bu cür qələbə verim və elə sizin alqışlarınızla Cahangirov adına xorun heyətini dəvət edeyim zala. Buyursunlar, ilk ifalarını təqdim eləsinlər və əlbəttə ki, xorun üzərində böyük əməyi olan Respublikamızın əməkdar müəllimi, prezident mükafatçısı Təranə Yusifovanı ürəkdən alqışlayar. Olacaqlar. Çox şadam ki, bu bayram günündə vaxtınızı ayırıb bizimlə birlikdə keçirəcəksiniz. Nə xoş bizə ki, siz